Mən gəldim. Necəsiniz qızlar? Nə var, nə yox? Mən şükür Allaha yaxşıyam. Dedim bu gün elə yaxşı ikən, hava da super gedir. Elə bil ki, yaz havasıdır. Dedim bu gün nələr eləyirəm sizlərlə paylaşım. Həm səhər yeməyimi, həm evi təmizləməyimi. Düzdür, bəzi şeylər kameradan qaçıbdır. Nə bilim, yemək bişirmək və s. belə şeylər. Amma və lakin çox şey paylaşmışam. Burada qızımı məktəbə qoyub gəldim, səhər yeməyimi yeyirəm. Mən adətən qızımı məktəbə qoyub gələndən sonra yeyirəm səhər yeməyimi. Qızım da günorta ismenidir. Saat 12-də başlayır dərsi. Onu da qeyd edeyim sizə. Burada xiyar, biber, avokado almışdım dünəndən. Onu doğrayıb qoyuram. Yəni olmayanda da olur. Bunu niyə çəkirəm? Keçən dəfə xanımların bir çoxu yazmışdılar ki, arıqlama sirlərinizi bizimlə də bölüşün. Bacınız arıqlayıb, axı, arıqlayıb. Deyirəm ki, sizi də arıqladam. Burada nələr eləyirəm, onları sizə göstərirəm. Səhər yeməyimdə yumurta qaynadıram, qızlar. Normal şəkildə hər səhər mən yumurta ilə yeyirəm. Yəni, yumurta olmayanda mən özümü fakir hiss eləyirəm. Əməlli başlı şor yeyirəm, yumurta yeyirəm. Bəzən qara çörək bir dilim, yarım dilim və yaxud da heç onu da heç yemirəm. Məsələn, axşama biləndə ki, babat yemək var, onda heç səhər çörəyimi də yemirəm. Burada axşamdan pizza qalmışdı. Görürsünüz orada var. Onu axşam yemədim mən. Bugün bəlkə 1-2 dilim açsam, ondan yeyərəm. Axşam yeməmişdim. Özümü saxladım. Hə, qızlar, demişsiniz ki, mənə arıqlama sirrini dinən. Valla əvvəlcədən deyim ki, mən diyetolog deyiləm, mən nə bilim bu işin uzmanı deyiləm. Sadəcə özümdə gördüklərimi eləyirəm, yaxınlarıma dedim, onlar da eləyir. Yəni bu qədər vaxt mən əvvəllər bir ara çox kökəldim, sonra arıqladım. 2020-2021 ərəfəsi heç həmin vaxtı, yəni heç hamiləlik vaxtı da o qədər kökəlməmişdim. Həmin vaxtı çox kökəldim və sonra arıqladım. Karantin vaxtı idi həm də. Neysə, o artıq çəkilərimi həm aralıqlı orucla verdim, yavaş-yavaş, çox az yavaş-yavaş verdim. Yəni birdən-birə mən sevmirəm, diyet eləmirəm. Həmişə də bunu hamıya da deyirəm ki, mən diyet eləmirəm. Ürəyim istəyən yeməyi yeyirəm vaxtında. Çünki onu mən yeməsəm, bədənim stresə düşər. Onun 2-3 qatın artığını istəyərəm mən. Yavaş-yavaş arıqlatdım özümü və mən özümü heç nədən məhrum eləmədim. Sadəcə və sadəcə gün ərzində almağım, bədənimə uyğun çəkimi, boyumu, həyat tərzimi ChatGPT-yə yazırsınız siz də. Ona uyğun sizə göstərir ki, tutaq ki, gün ərzində 1800 kalori alsanız, olduğunuz çəkidə qalırsınız. 1500 kalori alsam, düşürəm aşağı, 1800-dən yuxarı 2000 və s. belə kalori alsam, çəki alıram. Əlbəttə ki, bir dəfə, 2 dəfə yeməklə insan çəki almır. Mütəmadi olaraq çoxlu yemək əsasında biz çəki alırıq. Ona görə də yəni bir dəfə yedim, o dəqiqə kompleksə düşüm, ay mən kökəldim və s. belə elə. Bunları qətiyyən fikirləşməyin. Yəni bir dəfə yeyirsinizsə, səhərsi günü yenə həmin o həyat tərzinizə davam eləyin. Mənim elədiyim artıq neçə illərdir ki, rutin halındadır. Yəni həm aralıqlı orucdur, axşam saat 7-dən sonra yemirəm, səhərsi günü saat 12-də başlayıram yeməyə. Yenə deyirəm, bu mənim elədiyim bəzilərinə zərərli ola bilər. Amma yəni deyirsiniz paylaş, ona görə paylaşıram. Çalışın, çoxla hərəkət eləyin. Düzdür, mən çox da hərəkət eləmirəm. Amma çalışıram ki, heç olmasa, nə bilim, gün ərzində 7-8 min addımımı atım. Burada yumurta qaynadıram. Bunu çox az yağda omlet kimi də bişirə bilərəm. Və yaxud da indi ürəyim istəyir, qaynatma kimi eləyirəm. Yenə deyirəm, axşama əgər yaxşı belə qəşəng yemək varsa, çörəkli və s. nə bilim, düyü və yaxud da xəmir yeməyi və s. varsa, çalışıram ki, səhər yediyim yumurtanı çörəksiz yeyim. Gündə 2 dəfə qidalanıram, səhər və axşam saat 7-də. Günorta isə ürəyim istəyəndə çayla xurma içirəm, kofe ilə xurma içərəm və yaxud da olsa kişmişlə içərəm, yeyərəm, nəsə belə. Kişmiş, fındıq, qoz belə, biraz hərəsindən bir 4-5 dənə. Burada küncüt tökürəm mən həmişə. Küncütüm artıq bitdi gördüyünüz kimi. Küncüt də ki, çox faydalıdır deyə yeyirəm. Yəni yeməyə də bilərsiniz əlbəttə ki. Və çalışıram yumurtanın yanında həmişə evdə nə varsa qızlar, cöyərti varsa cöyərti, çahı varsa, kələm varsa, kök varsa, yəni evdə nəyiniz varsa ondan eləyə bilərsiniz. Mən də evdə bir dənə xiyar qalmışdı, yarım biber qalmışdı və banan neydi, avokado qalmışdı yarım. Onu əlavə elədim, yedim. Yenə deyirəm, avokado həmişə olmur.
özünüzü stressə salmayın ki, ay məndə yoxdur belə elə. Yəni onu elə-belə yeyirəm mən. Sadəcə təmiz yağ olduğuna görə yeyirəm, faydalı olduğuna görə yeyirəm. Yəni olmasa da olar. Nəysə, bu cür qidalandıqdan sonra günortada ürəyim şirniyyətlə çay istəyəndə keks və s. belə şirniyyət, abur-cubur belə şeylər yox. Xurma ilə çay içirəm və o əməli başda mənim iştahımı kəsir, şirniyyət iştahımı kəsir. Bir də yadımdan çıxmamış onu qeyd edeyim ki, yeməyin yanında, gah səhər olsun, ya axşam olsun, yeməyin yanında mütləq şəkildə ya əvvəlcədən, ya yanında mütləq şəkildə tərəvəzlər yeyin. Pomidor, biber, xiyar, çahı, kələm, kök, ürəyiniz nə var, nə istəyirsə, evinizdə nə varsa mütləq şəkildə bundan əlavə eləyin ki, o sizi doyuzduracaq. Təxminən gün ərzində 3 başı 4 dənə xurmadan istifadə edirəm. Çay içirəm, qışdır, ürəyim çay istəyir. Normalda su çox içərəm, amma qış olanda bəzən çay çox içirəm. Gündə 2 dəfə mənim üçün çoxdur, yəni. Və qızlar, arıqlamanın ən əsas məsələsi psixolojidir. Yəni mən bizim tanışımız var. İndi onun profilini qeyd eləyəcəm burada. O xanım o qədər gözəl motivasiyalar verir insana arıqlama ilə bağlı. Özü əvvəllər çox yüksək kiloda olmuşdu. Lap əvvəllər özü də arıq olubdu. Sonradan o da mənim üçün bir ara kökəldi və özünə söz verdi ki, arıqlayacağam. Tam 1 il ərzində, dəqiq yadımda deyil neçəsə kilo vermişdi. Paylaşır onu tez-tez, amma dəqiq yadımda deyil neçə kilodur. Onun profilini burada qeyd eləyəcəm. O qədər gözəl motivasiyalar verir qızlar. Yəni onunla mən danışandan sonra mən dedim ki, hökmən mən artıq özümə söz verirəm. Çalışacağam sağlam qidalanım. Düzdür, axşamlar hələ də bəzən pozuram. Çünki məndə sağlamlığımda o qədər də problem yoxdur. Onun özündə problemlər var idi deyə həm səhər, həm axşam bütün öğün hamısını ancaq sağlam qidalanır və həyatına artıq bu rutini salıbdır. Hal-hazırda da marafonlar keçirir. Yəni o dərəcədə mükəmməlləşdirib özünü və cürbəcür kurslara gedib sertifikatlar alır və hələ də bunun təhsilini alır. O qədər gözəl motivasiya verdi mənə və mən ona baxdım. Dedim ki, mən niyə mən bu artıq çəkini alım? Niyə mən özümü bəyənməyim? Və özümə başladım qızlar. İndi bəlkə də bu çoxsuna pis təsir eləyə bilər, bilmirəm. Özümdə sınadığımı deyirəm sizə. Güzgünün qarşısında dayandım. Özümü başladım pisləməyə, kilolarımı. Yəni dedim, Lalə, sən niyə artıq sevmədiyin kiloda olasan ki, məsələn. Düzdür, mən həmişə özüm üçün normal kiloda olmuşam. Yəni görünüşümcə normal olmuşam. Sadəcə istəyirdim ki, tutaq ki 3-4 kilo verəm. Bunu özümə o qədər pislədim özümü. Yəni dedim ki, sənin başına, sən niyə beləsən. Əlbəttə ki, bu çoxsuna pis təsir eləyə bilər. Demirəm ki, bunu mütləq siz eləyin. İndi baxır da insanlar, məsələn, mən bunu özümə eləyəndə işə yaradı. Tanışım 2-3 nəfər var. Məsələn, onlara bunları elədim. Onlarda da işə yarayır. Deyirəm ki, niyə axı başqalarına baxıb köks ötürəsiniz ki, filankəs qəşəng ideal çəkidədir, mən o çəkidə deyiləm, nə bilim dənizə gedəndə utanım və yaxud da hansısa paltar alanda ürəyim istəyən kimi oturmasın əynimə və s. belə özümə psixoloji bunları dedim. Nə bilim yoldaşım bəzən çox adamda olur da, o kişilər oturur axşamlar simişka çırtlayır və yaxud da nə bilim cipsi zad belə şeylər uşaqla otururlar, yeyirlər. Mən özümə dedim ki, yəni kişidir də, kökələr də, arıqlayar da heç onun vecinə deyil. Axı biz qadınlar özümüzü sevmirik kökələndə. Axı özümüzə kompleks yaşayırıq kökələndə. Niyə axı mən bunu eləməliyəm? Bir dəfə yeyib o həzzi yaşamaqdan ötürü. Ona görə mən artıq özümə söz verdim. Amma bir daha qeyd eləyirəm. Bəzən bu kaçamakları eləyirəm mən də, əlbəttə ki, həftədə bir dəfə, 2 dəfə, çünki çox kilom yoxdur, 2-3 kilo artıq kilom var və buna görə də mən artıq çox rahatam. Əlbəttə ki, sizin biraz çəkiniz çoxdursa, biraz daha az eləyin, pozun o qaydaları, çalışın bir müddət, arıqlayana kimi o qayda ilə gedin, arıqlayandan sonra ara sıra pozun, yəni özünüzü rahat hiss eləməkdən ötürü, stresə düşməməkdən ötürü arada poza bilərsiniz və əlbəttə ki, 1-2 dəfə pozmayla yenə deyirəm, heç bir şey olmur. Səhərsi günü yenə eyni qayda ilə həyatınıza davam eləyin. Ağ çörəkdir, şirniyyatdır, çalışın ağ çörəyi həyatınızdan ümumiyyətlə elə ləğv eləyin ki, yəni üzün görməyəsiniz də. Yəni inanın Allaha, məndə qara çörək olmayanda, sizə keçən dəfə demişdim də, yulafdan yuxa eləyirəm. Məsələn, ondan eləyirdim. Yulafdan yuxadan indi bezmişəm, qara çörək alıram, yarım dilim bəzən yeyirəm.
səhər yeməyimdən, nə bilim axşam yeməyimdən yarım dilim, bir dilim. Yəni özümə qadağalar qoymuram. Çörəyin özünün də bəzi faydaları var. Ona görə ancaq çovdar çörəyi alıram. Qara çovdar çörəyi, nə bilim İvanovkanın qara çovdar çörəyi yaxşısı olsun. Sadəcə qaralığına baxıb almayın. İçərisini oxuyun. Tam buğda, nə bilim çovdar çörəyi belə şeylər alasınız. Nəsə belə eləyə qızlar arıqladım mən. Sizə də məsləhət görürəm. Valla çox yaxşıdır. İnsan özgüvən gəlir özünə. Məndə düzdür, yenə deyirəm, çox artıq çəki deyil idi. Sadəcə istəyirdim ki, o 2-3 kilonu da verəm. Ona görə nəysə belə dedim sizinlə də bölüşüm. İstəyənlər Instagramdan Hökümə xanımın da profilini takib edə bilər, onun paylaşımlarına baxa bilər. İnanıram ki, sizi də motivasiya eləyəcək paylaşımları ilə o qədər gözəl danışır, o qədər belə rahat, sakit danışır, insanı başa salır hər şeyə. İnanıram ki, sizə də işə yarayacaq. Əgər işə yarasa, elə mənə də yorumlarda bildirərsiniz. Nəysə, arıqlama ilə bağlı bitirdikdən sonra keçim evimizə. Qızlar, bu gün bu xalçanı yığışdıracağam. Çünki bu xalçanın üzəri belə tükü pofuduqdur. Mənim tosuranım onu tam da yaxşı belə tosuranın altı şotkasız olduğu üçün həmin o bu xalçanın üzərindəki tükü tam ürəyimcə təmizləmir. Ona görə mən bu xalçanı bu günlərim tükün zadını təmizləyib götürəcəm. Təmiz olduğu üçün yuyulmaya verməyəcəm. Sadəcə təmizləyəcəm və yığışdıracağam. Gələcəkdə inşallah özümə robot tosuran almağı planlayıram. Görək inşallah çatdıra bilsəm robot tosuran alacağam və ondan sonra bu xalçanı yenidən sərərəm. Başqa xalça sərəcəm. Ona görə bu xalçanı bu günlərim yığışdıracağam və digər xalçanı sərəcəm. Pərdələrimi açıb yuyacağam. Pərdələrim əslində pərdəni təzəlicə yuymuşdum. Təzəlicə deyəndə bir 4-5 ay bundan qabaq. Mənim üçün təzədir. Burada da gülümün suyunu dağıtdım. 8 ilimiz tamam idi. 8 nə idi ay qız? 9 ilimiz tamam idi deyə yoldaşım mənə gözəl buket bağlatmışdı, sağ olsun. Mən də onu suya qoymuşdum. İndi də suyunu dağıtdım. Qızımın bizə çəkdiyi 9 illiyimiz şərəfinə şəklimizi də su elədim. Harda qalmışdım? Pərdələrimdə. Pərdələrimi keçən dəfə qızlar, axırıncı dəfə yuyanda bilmirəm necəsə yudum, maşından qırış-qırış çıxdı. Yəni dəhşət çox qırış-qırış idi. Nə isə dedim, sərdim, dedim ki, sonra onu ütüləyərəm. Gətirdim qaynanamda o əllə olan ütü ilə, buxarlı ütü idi, onunla ütülədim. Qolum ağrıdı, ütüləyə bilmədim. Apardım onu da qaytardım. Elə qırış-qırış qalmışdı pərdəm. Mama hər dəfə gəlib gedəndə mənə deyirdi, gəl açaq onu yuyaq. Deyirdim ki, yox, dəymə, özüm eləyəcəm, vlog çəkəcəm. Nəysə dedim ki, bu günlərim gətirim onu yuyum, təzədən sərim, bəlkə qırışı da açılar, həm də təmizlənsin. Amma nə yalan deyim, elə yenə eyni qırış-qırış qaldı. Bilmirəm nəyi səhv elədim. 20 dərəcədə yudum 400 dövrüyə ilə. İndi axırda siz də görəcəksiniz, qırış-qırış çıxdı. Dedim əsas oldu ki, təmizlənsin. Yenə də eybi yox deyib sərdim əlbəttə ki. Ütüləmədim də. Kimdə o boyda pərdəni ütüləyən? Sizin başqa belə məsləhət bildiyiniz nəsə varsa mənə də deyərsiniz. Xalçanın üstünün tükünü tosturan yaxşı götürmədiyi üçün bu cür şotka ilə götürürəm. Bu mənə çox yaxşı kömək eləyir. Burada isə hazırlaşdım, qızımı məktəbdən götürməyə gedirəm. Artıq vaxt gəldi, çatdı. Vaxt necə keçir, heç xəbərim də olmur. Nəysə, buradan hazırlaşdım, ayağımı zadımı da geyindim, gedirəm. Biz Əcəmdə yaşayırıq. Yolu az-maz sizə çəkməyə çalışdım. Çünki yorumlarda yazırlar, maraq göstərirlər xanımlar ki, hansı tərəfdə qalırsınız və s. belə elə. Ona görə sizə də çəkdim, xırda göstərim. Burada zibilimizi atdım. Və gəldim çatdım qızımızın məktəbinə. 54 nömrəli məktəbdə oxuyur qızım və buradan məktəbdən götürdüm, artıq qayıtdım, gəldim evimizə. Qızlar, hər gün çalışıram vitaminlərimi içim. D vitaminidir, omegadır, selen, sink və s. belə vitaminlərim var. Bunları çalışıram ki, hər gün içim. Omega artıq bitdi, sifariş eləmişdim.
Keçən dəfə sizə göstərmişdim iHerb saytından necə sifariş eləyirəm. iHerb saytından yenə sifariş elədim və tanışımız var. O da özünün uşağına sifariş eləmişdi D vitamini. Mən də özümə omega endirimdə idi. Özümə omega sifariş elədim. Elə bu gün onu da götürürəm. Və həmin o sözü gedən xalçanı sərirəm. Bu xalça ipək xalçadır. Bunun üzərindən qızlar tüyüc və s. sap belə şeylər çox rahatlıqla təmizlənir tozsurandan və ona görə bu xalçanı sərdim. Sadəcə ağ olduğu üçün qızım sağ olsun plastilin və s. tez-tez batırır. Burada pərdələrimi açmağa çalışıram. Düşündüm ki, pol taxtasının arxası ilə belə eləsəm açılar və gördüm, sevindim. Sevindim ki, nə yaxşı mən bunu aça bildim. Hətta o qədər sevindim ki, burada oynayıram sizin üçün. Nəysə, o biri tüllərimi də açıram. Ancaq tülləri yuyuram və günlükləri yuyuram. O üstdəki pərdəyə dəymirəm, çünki onu da təzə yumuşdum. Təzə deyəndə bir 4-5 ay bundan qabaq. Burada yenə sevinirəm ki, pərdələrimi açdım nəhayət. Maman deyəcəm, sevinsin o da. O qədər deyirdi ki, o günəm deyir ki, mart ayında sənə sürpriz eləyəcəm. Bir qadın gətirəcəm təmizlikçi, təmizləsin evini. Mənə qoymursan təmizləyən və s. belə elə. Dedim, elə şey eləmə. Məndən xəbərsiz elə sürprizlər eləmə. Nəysə, burada qızımın məktəbində kitab günüymüş. Ona müəllim dedi ki, kitabı alın, bağlatdırın, başqa siniflə bir-birlərinə hədiyyələşəcəklər. Ona görə mən də kitabı belə özüm bağlayıram. Belə bu cür bağlayıb, paketləyib qoyacağam. Sabahlarım hədiyyələşmə günüdür onların sinifində.
Elə kitabı təzəcə bitirmişdim ki, kargodan gəldilər, vitaminləri gətirdilər. Buradan içəriyə daxil oluram, vitaminləri sizin üçün açıram. Qızlar, əgər vitamin vurmaq istəyirsinizsə, iHerb saytından, yəni həqiqətən məsləhətlidir. Heç bir reklam deyil əlbəttə ki, iHerbin mənə nə reklamçılığı ola bilər ki. Oradan sadəcə bilirəm ki, çox keyfiyyətli vitaminlər gəlir. Sırf Kaliforniyanın və s. cürbəcür ölkələrdən gəlir. Buradan yəni alıram, bilmirəm dəqiq. Nəysə, burada yenidən düşürəm aşağı. Yoldaşım səskə sifariş eləmişdi. Onu pulu götürdüm, düşdüm aşağıdan. Onu götürdüm. Sonra yoldaşım gəldi, getdik İrşada. Özümə ət çəkən maşını alıram. Endirimdədir burada. Cümə, yaşıl cümə idi də, səhv eləmirəmsə. Hə. Sonra sizə digər maşınlarda göstərirəm ət çəkənləri. Keçən dəfə bir xanım demişdi ki, tez-tez çəkirsiniz, görə bilmirəm. Ona görə biraz yavaş-yavaş çəkdim. İstəsəniz oradan ayarlardan özünüzə düzəldə bilərsiniz. Nəysə, dedim ki, gedək. Ət çəkənim xarab olmuşdu. Gedək bir dənə ət çəkən götürək. Fürsət bu fürsət. Gəldik. Əslində robot tosturan götürmək istəyirdim əlbəttə ki. Amma və lakin ət çəkən maşın imkan vermədi və həmin robot tosturanlara baxa-baxa qaldım. İnşallah dedim ki, gəlib sizdən birini alacağım gələcəkdə. Bu ət çəkənimin kreditini bitirim. Ət çəkəndə telefondur və s. belə şeylərim var. Onların kreditini bitirim. Burada yoldaşım özünə krevetka vurmuşdu. Onu çəkdim sizin üçün. Sonra pərdəmin yarısı yuyuldu. Həmin o pərdəni çıxardıram buradan. 55'ten 23'ü görünüşte kalır. Orada yazarsan ora. Hamısını. Niye kırış-kırış olur? Aşağıda Neysə qızlar, mən bu günlük vlogu burada yekunlaşdırıram. Bu qırış-qırış pərdələrimlə sizinlə sağollaşıram. Əsas odur ki, təmizliyə çıxdı deyirəm. Özümə təsəlli verirəm. Hələ ki məndən bu qədər idi. Kanalıma bəyəndinizsə abunə olun. Mütləq şəkildə keçən dəfə bir neçə xanım mənə demişdilər ki, videonu paylaşmışsınız, amma mənə bildiriş gəlmir. Ona görə kanala abunə olun ki, bildiriş gəlsin. Sağ olun, hələlik.